Dostlar salam. Avtomobil Opel Astra H-dır. 2006-cı ilin. Kompüterə salmışıq. Göstərir katalizatorun daçikini və katalizatorun özünü. Maşının yiyəsi gətiribdir ki, daçiki dəyişirilibdir. Bir müddət işləyibdir. Yeni xarab olub daçik. Duyuruq. İşləməyində problem yoxdur. Sadəcə olaraq injektor işığını yandırır. İnşallah proqram vasitəsilə o arxa katalizatorun daçikini ləğv eləyəcək və Euro 2 ekologiyasını indirəcək. Dostlar, proşkasını oxuyuruq. Proşkayı oxuduq, redakt elədik. İndi yazma prosesi gedir. Proşkasını yazdıq. Diaqnostik eləyirik. Gördüyünüz kimi aşıqla verməyibdir. İndi inşallah kodlayaq. Kodlanır. İnjektorun ışığı söndü. Aşıqası yoxdur. İndi inşallah sürüb yoxlayacaq.